Siqaret çəkirsənsə, mənə diqqətlə qulaq as. Çünki sən məsələnin nə qədər ciddi olduğunun fərqində belə deyilsən. Sən hər dəfə o tüstünü bronxlarına vuranda, bronxların o tüstünü təhlükə kimi görür və bronxların özünü qorumaq üçün bəlğəm ifraz edir. O bəlğəm də günü-gündən çoxalır, qatlaşır. Ona görə də danışanda sənin bronxlarından xırıltı səsi gəlir. Ona görə də bronxlarından heç vaxt bəlğəmi tam təmizləyə bilmirsən. Ona görə də biraz soyuq olan kimi boğucu, kəskin, quru öskürək səndən əl çəkməyi bilmir. Bəs nə etməlisən? Ekrandakı ürəyi qızart, videonu kayd elə və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan, aptekə propomid sirop əldə edirsən. Bu propomid sirop istifadə edildiyi zaman xüsusən də siqaretin bronxlara və ağciyərlərə verdiyi zərəri azaldır. Bronxlarda olan qatı bəlğəmin qatlığın yumşaldaraq bronxlarınızı bəlğəmdən təmizləyir. Nəticədə həm boğucu, həm qıcıqlandıran, həm də quru öskürəkdən sizi bir dəfəlik canınızı qurtarır, sağaldır. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş verib propomid siropu gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.